Salam hörmətli izləyicilər, bu dəfəki qonağımız politolog Nəsim Məmmədlidir. Nəsim bəy, xoş gördük. Hoş gördük Səxavət bəy, mən də sizi və bizim daimi və dəyərli izləyicilərimizi salamlayıram. Təşəkkür edirəm Nəsim bəy, minnətdaram, var olasın. Nəsim bəy, demək, son dönəmlər ümumiyyətlə dünyada baş verən bütün proseslərdə maraqlı hadisələr yaşanır. Bu hadisələrdən sadalamaq olarsa əgər məlum Çinlə Amerika arasında münasibətlər, yəni Trumpın Asiyaya bir səyahəti baş verdi. Bundan sonra Çinlə hətta o vergi məsələsində 10% düşüş elan elədi və yeri gəlmişkən ondan bir qədər əvvəl Lavrov bir açıqlama vermişdi ki, biz Çini satmayacağıq. Sanki bunlara təklif gəlmişdi və Çini satmaqla bağlı belə bir durduq yerə hər halda bir bəyanat olmazdı. Təbii ki, bundan bağlı bir təklif gəlmişdi yəqin ki. Və maraqlı bir proses ondan ibarətdir ki, Trump Cənubi Koreyanın nüvə, yəni sualtı nüvə qayıqlarının istehsalı ilə bağlı razılıq verdi və hətta kömək eləyəcəklərini bildirdi. Daha sonra Trump bildirdi ki, hamı nüvədən danışır, nüvə silahlarını genişləndirir, biz də nüvə təlimlərinə start verməliyik. Yəni dünyada çox maraqlı və gərgin proses gedir. Bir tərəfdə sanki bir sülhdən danışırlar, amma sanki bir soyuq müharibənin də gedişatını görürük. Burada əsas məsələ budur ki, mən oxuyuram, bəziləri iddia edir ki, Trump və Çin Rusiyanı satacaq Amerikaya, bəziləri belə bir iddia edir ki, Rusiya sonda həmişəki kimi Çini satacaq Amerikaya. Çox maraqlı proseslər gedir və bunları cavabını sizdən eşitmək istəyirdim. Doğrudan da indi son dərəcə ziddiyyətli və mürəkkəb bir geosiyasi proseslərlə üzdəyik. Tez-tez dəyişir, mövqelər dəyişir, yanaşmalar dəyişir. Amma strateji olaraq dəyişməyən bir məsələ var. Bu da mütləq mənada yeni dünya düzəninin yaranması zərurəti. Bu dəyişməz bir faktordur. Amma buna gedən yolda taktiki dəyişikliklər var. Bir-biri ilə çox gərgin münasibətlərdə olan dövlətlər bir də görürsən ki, çox mehriban bəyanatlar verirlər, isti görüşlər keçirirlər. Yəni bunlar hamısı onunla bağlıdır ki, hələ konkret qərar qəbul edilməyibdir. Konkret maraqların harda, necə uzlaşacağı, necə kəsişəcəyi, necə toqquşacağı tam da bir mənalı şəkildə ortada bəlli deyil. Ona görə belə qeyri-müəyyənliklər üzə çıxır. Amma ümumən götürdükdə, belə deyək də, Amerika Birləşmiş Ştatlarının əsas hədəflərindən biri bu idi ki, mümkün qədər Rusiyanın yanına çəksin son illər. Xüsusilə Trump administrasiyasının mövqeyi bundan ibarət idi ki, Amerika Birləşmiş Ştatları Rusiyanı öz yanına çəkərək Çini təkləsin. Çünki Rusiya-Ukrayna müharibəsi fonunda faktiki olaraq güclənən yalnız Amerika Birləşmiş Ştatları olmadı. Eyni zamanda Çin də güclənir. Elə siz çox haqlı qeyd elədiniz. Bugün Trump və Xi Jinping arasındakı görüşdə çox maraqlı bir məqam oldu Ukrayna ilə bağlı ki, tərəflər hələ döyüşmək istəyir. Biz isə razılaşdıq ki, yəni ki, döyüşsünlər də, biz buradan itirmirik. Yəni tərəflər hələ ki döyüşmək istəyir, müharibəni dayandırmaq fikirləri yoxdur. Biz çalışaq öz fəaliyyətimizi əlaqələndirək. Və əslində o anlama gəlir ki, Amerika Birləşmiş Ştatları, xüsusilə Trump çalışırdı ki, müharibəni dayandırsın. Mümkün qədər bu müharibəni dayandırmaq vasitəsilə qazansın. Yox, əgər dayandıra bilmirsə, müharibələrdən qazanmaq Amerika Birləşmiş Ştatlarına həmişə müəssər olur. Çünki dünyanın ən qüdrətli dövlətidir. İstənilən bir müharibədə kiminsə ona hazırda qalib gəlməsi real deyil. Və bu nöqteyi nəzərdən əlbəttə Çində keçirilən görüşdə, daha doğrusu Cənubi Koreyada keçirilən Çin lideri ilə aparılan görüşdə daha çox ona bir qədər belə deyək də istiqamətləndi ki, Amerika Birləşmiş Ştatları Putinlə apardığı danışıqlarda, Trump apardığı danışıqlarda Rusiyanı müəyyən qədər belə deyək də razılığa gətirə bilmədi. Və bu da Trumpın nüfuzuna xeyli dərəcədə zərər vurdu. Çalışırdı ki, Rusiya ilə daha çox iqtisadi və ticarət bağları olan dövlətlərə sanksiya tətbiq edərək Rusiyanı sıxsın. Amma bunun da real effekt verməsi çətin göründü.
Və yəni bu ticarət müharibəsi ki var, bu ticarət müharibəsinin effektli olub Rusiyanı çəkindirməsi alınmadı. Ona görə Trump bir qədər fərqli bir gediş etdi. Lavrovun da bəyanatı onunla bağlıdır ki, Lavrov yaxşı başa düşür ki, Çin öz maraqları baxımından Amerika Birləşmiş Ştatları ilə müəyyən razılığa gələcək. Mütləq mənada gələcəkdir. Necə ki də gəldi. Yəni indiki danışıqlar da göstərir ki, onlar gəliblər. Lavrov yəni bununla demək əslində istəyir ki, biz bilirik Çin, sən Amerika Birləşmiş Ştatları ilə razılaşırsan, yəni amma mümkün qədər belə etmə. Ona təzyiq etmə imkanı yoxdur. Çünki bugün Rusiya Çindən asılıdır. Çinin Rusiyadan heç bir asılacağı yoxdur. Tam razı. O baxımdan əslində biraz da Rusiyanın çarəsizliyini göstərir. Rusiya anlayır ki, mən Trumpla razılığa getmədim, amma Çin razılığa getdi. Siz diqqət etdinizsə daha çox, mesela onun üzərində vurğu salındı ki, o nadir torpaq elementlərinin Çindən ixracı, yəni təkcə Trump bildirdi ki, təkcə o bizim üçün deyil də, bütün dünya üçün bunun çox ciddi önəmi var və bunun qarşısındakı əngəllər ortadan qaldırıldı. Eyni zamanda çox bilirsiniz ki, Çin Amerikadan soya bitkiləri alır, daha doğrusu paxlalarını alır. Özü çox küllü miqdarda alır. Demək olar ki, Çin bazarında həll edici ən böyük üstünlük elə Amerika bazarınındır. Buna da razılığa gəldilər və Çin artıq Amerikadan bunları alacaqdır. Fentanillə bağlı çox maraqlı orada məqam oldu. Bilirsiniz, o bir kimyəvi tərkibli, uyuşturucu tərkibli kimyəvi elementlərdir, maddələrdir. Onlar daha çox nəzərdə tutulubdur ki, kəskin ağrılar olan zaman tibdə istifadə olunur. Məsələn, götürək bu morfindir, eroindir, kadaindir. Bunlarla elə bir ki, müqayisə olunacaq bir kimyəvi tərkibə malik olan dərman preparatıdır. Bu Çində istehsal olunur, amma onu daha çox qaçaq yolla gətirirlər. Meksikada və Kanadada xüsusi laboratoriyalar vasitəsilə hazırlanır. Amerika Birləşmiş Ştatları bazarına daxil olurdu. Deməli, Çin buradan çox böyük fəsad götürürdü. Amma xatırlayırsınızsa, əgər Trump hələ hakimiyyətə yeni gələndə bəyan eləmişdi ki, mən bu fentanilin qarşısını kəsmək üçün hər şey edəcəm. Bununla bağlı həm Çinə, həm Meksikaya, həm də Kanadaya sanksiyalar nəzərdə tuturdu. Çünki rəsmi statistikalara görə təkcə o preparatdan il ərzində Amerikada 250-300 min insan həyatını itirir. Yəni bu son dərəcə vahim bir rəqəmdir. Amerikada böyükdür, əhali sayı çoxdur və s. Amma bu belə deyək də uyuşturucu kimi apteklərdən alırlar, xüsusi düzdür, reseptlə satılan bir dərmandır, amma qaçaq yolla gələndən sonra nə resept? Və onun tərkibi elədir ki, onun dozası kifayət qədər təhlükəli bir nəticə doğurur, yəni insanlar həyatını itirir. Və hətta buna da vurğu saldı ki, görüşdə ki, biz həmin bu fentanil maddəsinin Çindən qaçaq yolla Amerikaya gəlməsinin də qarşısının alınması üçün mübarizə tədbirlərini gücləndirəcəyik, birgə bununla bağlı addımlar olacaq. Yəni, ümumi mənzərə bundan ibarət oldu ki, Amerika Birləşmiş Ştatları Çinlə müəyyən məsələlərdə razılığa gəldi. Bu, əlbəttə, daimi deyil, bu müvəqqətidir. Çünki burada kifayət qədər toqquşan maraqlar var. Amma indiki məqamda bu dövlətlər belə deyək də, toqquşmadan ciddi bir qazanc əldə etməsi riskli görünür. Onlar düşünür ki, mümkün qədər uzlaşdırıcı məqamları indi masada müzakirə edək. Təbii ki, ziddiyyətlər var və bunlara da bir gün dönüş mütləq olacaq. Və heç də təsadüfi deyil ki, Trump bildirdi ki, düzü mən də biraz fərqli bilirdim. Mən elə bilirdim ki, Rusiyanın əlində ən çox nüvə silahı var, nüvə başlıqları var. Trump bildirdi ki, dünyada ən çox nüvə başlığı bizdədir. İkinci yerdə Rusiyadır. Bizdən çox uzaqda isə üçüncü yerdə Çindir. Yəni, amma bir 5 il müddətində Çin gəlib bizə çata bilər. Onun potensialı var. Ona görə mən göstəriş vermişəm, siz də qeyd elədiyiniz kimi, nüvə sınaqları artıq
o qadağalar götürülsün və biz də nüvə başlıqlarının yeni istehsalına başlayaq. Bu əslində tamamilə haqlı və doğru tutduğunuz bir məqamdır ki, dünya indi bilirik bu konvensional silahlarla, yeni puallarla silahlanma yarışına girmişdi. Amma soyuq müharibə dönəmindən sonra, yəni o 60-cı illərdən sonra o Karib böhranı və s. Bundan sonra demək olar ki, bu istiqamətdə ilk dəfədir ki, artıq yəni son belə 10 illəri götürüb baxsaq, Amerika Birləşmiş Ştatları da nəhayət ki, Rusiyadan sonra, Çindən sonra, Şimali Koreyadan sonra nüvə silahları ilə bağlı məsələni özünün diplomatik ritorikasına daxil etdi. Son illər bunu Rusiya daha çox istifadə edirdi. Taktiki nüvə başlığı və s. bizim əlimizdə var, dünyanı təhdid edirik. Və bunlar onu göstərir ki, indi soyuq müharibədən sonra biz ən çox danışırdıq ki, ticarət müharibəsi yeni, bəlkə münasibətlər sistemində həll edici rol var. Eyni zamanda indi soyuq müharibə də sanki geri dönür. Bunun özü də onu göstərir ki, təkcə ticarət müharibələri deyil ortada narahatçılıq doğuran. Əgər Amerika Birləşmiş Ştatları bu gün Çinlə münasibətlərini ticarət müstəvisində qismən də olsa nizama salırsa, bundan sonraki mərhələdə bunun hərbi və strateji silahlarla bağlı mərhələsi də gələ bilər və sanki görünən budur ki, gələcək. Əlbəttə, burada bəlkə bir hədə, bir təhdid də diplomatik vasitə kimi istifadə olunur. Bunu da istisna etmək olmaz. Amma eyni zamanda indi Trump elə bir liderdir ki, o həqiqətən də bu istiqamətdə göstəriş də verə bilər ki, doğrudan da elə biz gücümüzü göstərək. Başqa bir tərəfdən indi bu Trumpla bağlı həmişə bilirsiniz, mən onun hakimiyyətə gəlməsini proqnozlaşdıran və onun gəlməsinin bəşəriyyətdəki indiki problemlər kontekstində vacib olduğu qənaətindeydim. Niyə bu fikirdeydim? Mən Trump'ın gəlişin dünyada bir çox qüvvələr üçün fürsət yaxud risk olduğunu çox yaxşı anlayan və bunu gəlməmişdən hətta deyən şəxslərdən biriyəm. Trump bizim üçün bir fürsətdir. Yəni biz belə deyək də dünyada sülh və əməkdaşlıq çərçivəsindən qazanan dövlətlərdənik. Eyni zamanda biz dostlarımızla bərabər, istər Türkiyə olsun, istər Mərkəzi Asiya Respublikaları olsun, Cənubi Qafqaz olsun, dava edən, müharibədən qazanan dövlətlər bizlə əslində xeyli dərəcədə düşmənçilik edən dövlətlər. Cənubumuzda da var, şimalımızda da var. Yəni Avropa qitəsində də var bu belə düşünənlər. Amma ümumən götürəndə Trump'ın strategiyası həqiqətən də bundan ibarətdir ki, mümkün qədər dünyadakı münaqişələri sonlandıraq. Yəni bu sonlandırmada əlbəttə ABŞ-ın özünün əsas güc olaraq, meydanda olaraq bunu həyata keçirmək istəməsidir. Amma bunlar nə qədər mümkündür? Yəni Amerika Birləşmiş Ştatları və Trump nə qədər bu kursu apara bilər? Bu əlbəttə suallarla doludur, eyni zamanda şübhələrlə doludur. Çünki Amerikanın özündə də silah istehsalından milyardlar qazanan böyük korporasiyalar var. Dünyanın belə götürsək, 100 ən böyük şirkətinin ilk 10'luğu hamısı Amerikan şirkətləri. Ən azı, indi siz bunu daha yaxşı bilərsiniz, hərbi ekspert kimi. Mən səhv etmirəmsə, yarıdan çoxu yeni ilə Amerika şirkətidir. Bəlkə də çoxdur. Ən böyük şirkətlər Amerika şirkətləridir, razıyım. Kolum Sülh Araşdırmalar Mərkəzində mən bir dəfə baxmışdım o statistikaya. Yəni 100'ün içərisində bir dənə, iki dənə məsələn Rusiya varsa, bir-iki dənə Türkiyə varsa, qalan hamısı əsasən Amerika Birləşmiş Ştatlarıdır. Və belə olan təqdirdə Amerika Birləşmiş Ştatlarının prezidenti hətta sülhpərvər addım atmağa çalışsa belə, axı indi bu silahlar istehsal olunursa, bunun hardasa göndərməsən də bu istehsala geçsin. Bunu kənd təsərrüfatında istifadə eləyəsi deyilsən ki. O baxımdan əlbəttə dünyada bir tərəfdən o sülh bəyanatları, yəni bu daha çox pozitiv bəlkə rəy yaradır, amma eyni zamanda müharibə hazırlıqları daha çox intensiv gedir. Dünyanın məsələn elə bir yeri yoxdur ki, orada olmasın və qlobal qarşıdurmalar, regional qarşıdurmalar, bunlar hamısı var. Məsələn, indi son günlər Əfqanistan
Pakistan arasındakı həmin o toqquşma ilə bağlı Pakistan tərəfi də razılıq verib, Əfqanistan da Türkiyənin vasitəçiliyi ilə danışıqlar prosesi başlayıb. Hər halda belə götürsək, şərqdən qərbə qədər dünyanın hər bir bölgəsində bu və ya digər şəkildə qızışdırıla bilən, yəni bu belə deyək də, hər an partlamağa hazır olan, hardasa məsələn az da olsa bir münaqişə ocağı var. Ona görə ziddiyyətlər hələ dərindir, vəziyyət mürəkkəbdir. Görək proses hara doğru gedəcək. Nəsim bəy, yaxşı dediniz, Trump iddia edir ki, 8 münaqişəni dayandırıb. Amma o münaqişələrin hamısı hər an alovlana bilir. Yəni İsrail-Hamas arasında hələ də biz prosesin davam elədiyini şahidi oluruq. Ümumiyyətlə çox maraqlıdır ki, son dönəmlər yeganə dayanmış münaqişə, hətta sülhə doğru gedən münaqişə Azərbaycan-Ermənistan münaqişəsidir. Ondan başqa bütün münaqişələr hamısında problemlər var, davam edən münaqişələr var, müharibələr var. Sualım belə olacaq ki, necə oldu ki, Cənubi Qafqazla bağlı bu məsələ sülh xəttini tuta bildi? Yəni buranı qızışdırmaq, burada düzdür istəyənlər var idi, amma sanki bir uzlaşma əmələ gəldi. Amma digərləri baş vermədi. Ümumiyyətlə bax necə oldu ki, bura bacarıldı, digərlərində bacarılmır, səbəblər nədir? Burada da hansısa bir təhdid və təhlükə varmı? Əvvəla, çox haqlı qeyd elədiniz. Hətta Trump Cənubi Koreyada bildirdi ki, milyonlarla insanın ölümünün qarşısını aldım Qarabağda. Hansı ki, burada bir neçə 10 min insan itkisindən danışmaq olar. Əlbəttə, bir insan itkisi belə ağırdır. Amma onu milyonlarla insanın ölümünün qarşısını aldım kimi ifadə elədi. Doğrudan da o da çox aydın şəkildə görür ki, bir dənə Cənubi Qafqazda hələ ki sülh istiqamətində iradə var, formalaşıb. Burada amil nədən ibarətdir? Burada ilk növbədə Səxavət bəy, Cənubi Qafqazdakı münaqişənin müəllifi, onu yaradanı kənar qüvvə idi. Yəni bunu tətikləyən, ayaqda saxlayan, alovlandıran, istədiyi vaxt ertələyən, istədiyi vaxt qızışdıran Rusiya idi, açıq deyək. Bəli. Rusiyanın başı Ukraynada ciddi qarışdı. Düzdür, ondan öncə, məsələn, 2014-cü ildəki Krımın işğalından sonra qərbdən sanksiyalar başladı və Rusiyanın tədricən zəifləməsi prosesi fonunda biz ən azı belə deyək də 6 il sonra, Krımın işğalından 6 il sonra, Avropanın sanksiyalarından 6 il sonra o fürsəti əldə elədik ki, Türkiyənin dəstəyi ilə Pakistanın, eyni zamanda Britaniyanın, İsrailin verdiyi silahlar və s. Yəni, bu imkanları səfərbər edərək, beynəlxalq aləmdə, xüsusilə BMT Təhlükəsizlik Şurası daimi üzvləri arasında gərginliyin artdığı bir dönəmdə biz buna nail ola bildik. Rusiya isə sonradan birbaşa, məsələn, Ukrayna üzərinə müharibəyə başlayandan sonra artıq onun burada ara qarışdırma imkanları tükəndi. Xüsusilə də aprel ayının ortalarından başlayıb iyun ayının 12-sində bitən sülh məramların Azərbaycandan 2024-cü ildə Azərbaycandan tam çıxarılması ilə faktiki olaraq Azərbaycan öz suverenliyini, eyni zamanda xaricdən ola biləcək təhdidlərin qarşısını bu və ya digər şəkildə ala bildi. Və bundan sonra Vaşinqtonla çox intensiv danışıqlar və aparılan tədbirlər, avqust ayının 8-indəki Vaşinqton görüşü, bunlar möhkəmləndirdi prosesi. Əslində, belə deyək də, ara qarışdıran tərəflər zəiflədi. Bunun biri, açıq deyək, Rusiya idi, digəri isə İran idi. İranın da başı özünə qarışdı. Daha çox müdaxilə eləmə imkanları olmadı. Çünki 44 günlük müharibənin özündə və ərəfəsində, sonrasında İran öz qüvvələrini yığırdı sərhəddə. Orada hər gün, belə deyək də, təlimlər keçərək, ərazi keçərək güya Azərbaycan ərazisinə hansısa əməliyyatlar imitasiyasını göstərirdi. Bunlar hamısı təzyiq idi Azərbaycanda. Və bunlar, dediyim kimi, bizdən asılı olmayan səbəblərdən arxa plana keçdi. Amma bizim özümüz də bir qədər məsələyə konseptual yanaşa bildik. Türkiyə ilə diplomatik və hərbi əlaqələr dərinləşdi. Eyni zamanda Pakistanla bu dərinləşdi. Britaniya ilə strateji münasibətlər çox
üst səviyyə qalxdı. Hətta indi də biz Britaniya ilə hərbi əməkdaşlıq sahəsində çox ciddi irəliyə getmişik. Yəni fərq ondan ibarətdir ki, burada həm regionda böyük qlobal layihələr üçün yeni fürsətlər açılmışdır. Hansı ki, bu Şərq-Qərb dəhlizinin Azərbaycan və Cənubi Qafqazdan keçməsi məsələsi. Bunun özü də burada sülhün bərqərar olmasını zəruri edir. Çünki burada qazanacaq tərəflər çoxdur. Böyük güclər qazanır. Bir tərəfdən məsələn Rusiyanın qərbə açılan qapıları bağlıdır. İranın qərbə açılan qapıları bağlıdır. İndi həm Rusiyanın, həm Çinin, həm İranın, həm Mərkəzi Asiyanın, eyni zamanda elə Avropa İttifaqının özü quru yolla məsələn Qazaxstana qədər, Özbəkistana qədər yer çıxmaq istəyir. Çünki çıxmasa həmin o əlvan metallar ki var, xüsusi qiymətli metallar ki var, torpaq nümunələri və s. Bunların əldə edilməsi çətindir. Məsələn, elə şeylər var ki, mən bilmirəm, indi bunu hər halda mətbuatdan oxumuşam, sahənin mütəxəssisi deyiləm. Mən bildiyim qədərilə uran, məsələn, hava yolu ilə daşınmır. Bunu daha çox qut yolla daşıyırlar. Bu da mütləq Azərbaycan ərazisindən keçməlidir. Fransa ən çox uran Orta Asiyadan, Qazaxıstandan alır. Çünki o nüvə yanacaqını təmin etmək üçün onun başqa mənbəsi yoxdur. Rusiyadan ala bilmir, Rusiya ilə münasibətlər gərginləşir. Deməli, bu hardan gəlməlidir? Bu Azərbaycan üzərindən gəlməlidir. Belə baxanda, yəni müxtəlif qütblər Cənubi Qafqazda sülh və əməkdaşlığın olmasında maraqlıdır. Buradakı müharibə onlara sərf etmir. Buradakı gərginlik sərf etmir. Və ikinci amil budur. Üçüncü amil də ondan ibarətdir ki, bu xalqların özü də əslində müharibədən yorulur. Yeni nəsil bu müharibənin davam etməsini arzulamır. Biz indi, belə deyək, 30 il bundan öncə işğala məruz qalmışdıq. 30 ildən biraz çox da. Çox kəskin, belə deyək, əhalimiz təcavüzə məruz qalmışdı. Və bu alt şuurumuzda, yaddaşımızda çox dərin, çox mənfi iz buraxmışdı. 44 günlük müharibədə biz demək olar ki, bunun qisasını aldıq. Bizim, yəni, döyüş bölgəsində xalqımızın sanki o içindəki qəzəb, nifrət, düşmənə olan hiddət qələbə ilə bitdi. Açıq deyək də, məsələn, qələbə olmasaydı, hələ də biz ondan danışırdıq. O qələbə olmasaydı, biz rahat olmayacaqdıq. Amma indi o qisas alınıbdır deyə. Məsələn, Xocaliyə gedirik, Xankəndinə gedirik, Laçına, Kəlbəcərə, Şuya, hər şeyə Ağdam tikilir, qurulur. Zəngilan olsun, Qubadlı olsun, Cəbrayıl olsun, Füzuli olsun. Bunlar hamısı bizim içimizdəki o gərginliyi çıxarır. Ermənistan tərəfində isə Ermənistan gördü ki, bu tək başına müharibədə işləyə bilməz. Bunun havadarları olmasa, Azərbaycan bunu basıb taplayacaq. Ümumiyyətlə, o ərazilərdən belə vurub çıxara bilər. Və dünyada da heç kim gəlib əlini qarşısına verəsi deyil. Sadəcə, real görünür də, Rusiya, Ukraynanı demək olar ki, ərazilərini tutub işğal eləyə gedirdi. Avropa öz təhlükəsinə görə bu məsələdə müəyyən qədər blok qoyubdur. Yoxsa inanın ki, əgər təkcə Ukraynanın ümidinə qalsaydı, indi biz Kiyevdə başqa bir rejim görürdük. Tamamilə başqa proseslər görürdük. Bu məsələlər mütləq diqqətə alınmalıdır. Sualınız haqlıdır. Cənubi Qafqazda bizim münaqişənin bundan sonra alovlanmayacağı ilə bağlı da məndə bir əminlik var. Çünki bizim bölgədə böyük dediyim kimi maraqlar uzlaşır. Əvvəllər məsələn burada toqquşan maraqlar vardı, indi kəsişən, uzlaşan maraqlar var və bunlar fürsətlər açır. Bölgə xalqları üçün də, iri dövlətlər üçün də, region dövlətləri üçün də. Ona görə bizdə qalıcı olacaq. Amma başqa yerlərdə münaqişələrin bitməsini belə əminliklə demək mümkün deyil. Mən hətta bizim Orta Doğudakı bugün izlədiyimiz proseslər var. Hansı ki, Amerika Birləşmiş Ştatları da daha çox istəyir ki, Azərbaycan da orada sülh məramlı missiyanı yerinə yetirsin. Bilməm, sizin diqqətinizi çəkib yoxsa yox. Hələ ki, orada münaqişələr açıqdır. Təkcə o deyil. Cənubi Koreya, Şimali Koreya arasında da problem hər an partlaya bilər. Bu da
real görünür. Eyni zamanda Asiya-Pasifikdə də var. Balkanlara qədər uzana bilən proseslər ola bilər. Məsələn, Afrika bölgəsi də daxil. Eyni zamanda elə Cənubi Amerika qitəsində də, Amerika Birləşmiş Ştatları da o ərazilərdə heç də sakit dayanmayıbdır. Yəni orada öz hərbi siyasi nüfuzunu artırmaq üçün hər cür vasitələri əl atır. Doğru. Nəsim bəy, elə əslində Cənubi Amerikaya gəlmişkən, bu Amerika qitəsində də yəni bir təxminən 6-7 dövlətin ərazisində kartellərə qarşı, ümumiyyətlə narkotik ticarətinə qarşı bir münaqişənin getdiyini, müharibənin olduğunu bilirik və hətta bu dövlətlər müharibə aparır açıq-açıq. Misal üçün, mən hətta Braziliyada, Rio de Janeiro'da əməliyyatların video kadrlarına baxıram. Nəinki orada atıcı silahlardan, hətta minatanlardan belə istifadə edirlər. Yəni o dərəcəyə gəlib çatıb artıq. Yəni çox əməlli bir qoşun yeridiblər şəhərdə. Onlara qarşı mübarizə aparırlar. Və maraqlıdır. Misal üçün Amerika qanunvericiliyində məsələn narkotik ticarəti ilə məşğul olanlar ölüm hökmü yoxdur. Amma Karib dənizində Amerika rahatlıqla şübhələndiyi, hətta əmin olmadığı belə, yəni şübhələndiyi narkotik gəmiləri raketlə vurub insanları orada rahatlıqla öldürə bilir. Yəni o qitənin özündə də, o materikdə də əslində çox böyük problemlər var. Venezuela məsələsindən danışmağa ehtiyac yoxdur, çünki orada məlum məsələdir. Amerika oradakı neftlər hamısına yiyəlik eləmək istəyir. İndiki adda demokratiya, söz azadlığı, ümumiyyətlə insan haqları falan. Yəni bunları o qədər də ciddi alan, açığı son dönəmlər ümumiyyətlə bu proseslər yoxdur. Nəyi nəzərdə? Yəni əslində biz baxsaq nəyə görə bilərik? Həm Amerika qitəsində var, Afrikanın daxilində çox ciddi qarşıdurmalar var. Bu günlərdə Tanzaniyada başlayıb artıq. İnsanlar axışırlar bir tərəflərə, çox ağır proseslər gedir. Yəni Şərqi Avropada müharibə gedir faktiki olaraq, Asiyada gedir. Bunun son olaraq, yəni bəzən deyirlər, məsələn, manat devalvasiya ilə bağlı deyirlər. Yəni valyuta dibi görsün. Ondan sonra, yəni sizcə, yəni bu mütləq şəkildə dövlətlər özləri mi istəyir ki, yəni bu artıq əgər olacaqsa bir böyük bir müharibə olsun, ondan sonra. Həm də burada bir məsələ var, bir məsələyə diqqət etmək lazımdır. Yer gəlmişkən bunun əslində istəsəz buna da fikir bildirərsiniz. İran sanki yoxa çıxıb. Fikir vermişsinizsə, son dönəmdə ümumiyyətlə yoxa çıxmış kimi görsənir. Buna da bir fikrinizi alardım və əsas məsələ odur ki, post dönəmləri gələcək. İstər Putin olsun, Xameyni olsun, Trump olsun, Avropada bir neçələr olsun, bax Erdoğan olsun. Buna doğru dünya necə gedir və dünya nizamı, bundan sonraki nizamı necə görəcəyik biz, necə görünə bilər? Dünyanın yeni nizamı indi belə görünür ki, lokal müharibələr bir istiqamətdir. Amma qlobal böhranlar da, iqtisadi böhranlar da, bu da qapıları döyür. Yəni görünən budur ki, bu münasibətlər, məsələn, bu ticarət müharibəsinin özü də süni şəkildə bu böhranlara doğru dünyanı sürükləyir. Və əlbəttə, iri miqyaslı müharibələr sonunda buna gətirib çıxarır. Adətən biz belə görmüşük. Məsələn, Birinci Dünya nizamı, İkinci Dünya müharibəsindən sonraki dünya nizamı. Bunlar müharibələrdən sonra olubdur. İndi məsələn, bəzi ehtimallar var ki, Rusiya-Ukrayna müharibəsi ilə Üçüncü Dünya müharibəsi miqyasında bir qarşıdurmadır. Yəni bu, ola bilsin bugün üçün belə bunun adlandırılmır. Təbii ki, hər bir müharibələrin özünün spesifik tərəfləri var. Onun dünya müharibəsi adlanması üçün böyük güclərin qarşı-qarşıya gəlib döyüşməsi vacibdir. Amma hər bir dövlətdə iştirak edir əslində. Belə baxanda Rusiya tək deyil ki, Rusiyanın arxasında Çin var, eyni zamanda Şimali Koreya var, İran öz dronları ilə ona dəstək verirdi. Ukraynanın arxasında Avropa İttifaqı var, Amerika Birləşmiş Ştatları var. Yəni, zaten indi də qarşıdurmalar onu göstərir ki, heç də tərəflər döyüşmür. Çünki tərəflərin öz gücünə qalsaydı, müharibə bitərdi. Bu müharibə xatırlayırsınızsa, başlamamışdan biz deyirdik ki, başlasa uzun çəkəcəkdir. Yəni, bu başlama ehtimalı var və uzun çəkəcək. Və həqiqətən də yeni dünya düzənində Rusiya-Ukrayna müharibəsi həll edici rol oynayacaq. Bu müharibənin aqibətinin necə olacağı o münasibətləri formalaşdıracaq. Ola bilər ki, indi yeni oyuncular da bura qoşulsun.
Ancaq siz deyirsiniz ki, yeni dünya düzenində bu proses hara aparır. Əgər Trump bugün bəyan edirsə ki, Çinlə biz bu qənaətə gəldik ki, hələ tərəflər döyüşmək istəyir. Yəni bu əslində o deməkdir ki, döyüşürlər. Biz silahımızı verəcəyik. Hələ ki arzunuz varsa gedin döyüşün. Yəni istəmirsinizsə bitsin, gedin döyüşün. Doğrudan yəni ifadə təxminən ona hesablanır. Tam da elədir. Tam elədir. Deməli Rusiya indi nə edəcək? Rusiya axı əlində nüvə silahları olan, böyük ərazisi olan, kifayət qədər də indi o hərbi potensialını artırmış, hər gün durmadan onu artıran bir dövlətə çevrilib, hədələyir. Yeni raketlər sisteminin qurduğunu, hətta məsələn 14.000 kilometr məsafəni də elan eləmişdi. Trump bildirdi ki, ehtiyac yoxdur ona. Yəni biz o ən qısa bölgədə deməli Rusiya çalışacaqdır ki, müharibəyə başqa oyunçular dəvət etsin. Başqa oyunçuları bura qoşsun. Daha çox mən düşünürəm ki, Avropa İttifaqının hansısa sərhədlərini pozaraq, mənə zəng gəlir, o hissəni çıxardarsan, ara kəsilir yəqin zəng gələndə. Hər dəfə ad boy verirəm ona. O hissəni olsa elə bir ki, dayandırarsan. Narahat. Əslində Rusiya istəyir ki, üçüncü qüvvələri bu prosesə cəlb etsin Avropada və masaya oturaraq belə görüntü yaratsın ki, mən Ukrayna ilə deyil, NATO ilə yaxud Avropa İttifaqı ilə masaya otururam. Orada güzəştlərə getmək Rusiya üçün çox da faciəli olmaz. Ola bilər, məsələn, Amerika Birləşmiş Ştatlarından da bununla bağlı onlara da izah edir ki, mən Ukrayna ilə qarşı-qarşıya oturaraq bu müharibəni bitirə bilmərəm. Bunun üçün başqa bir Avropa ölkəsini də bu prosesə qoşaraq, yəni sonra Avropa ilə oturum həll edir. Avropa buna razı gələcəkmi? Əlbəttə, bu da çətin görünür. Çünki Rusiyanın qabağından hətta bir dolayısıyla qaçış özü belə Avropa üçün böyük təhdiddir. Avropa düşünür ki, indi bir halda ki, bu bataqlığa düşüb Ukraynada, bunu bir dəfəlik həll etmək lazımdır. Bunun bir dəfəlik həlli bizim hamımızın canımızı qurtarır. Yəni, bütün, belə deyək də, Cənubi Qafqaz xalqlarının da, Mərkəzi Asiya xalqlarının da, Şərq Avropa ölkələrinin də hamısının canı bu devdən qurtulur. İndi bunu eləmək mümkün olacaqmı? Açıq Səxavət bəy, mən prosesləri dərindən izləyirəm, təhlilini aparıram. Amma bu sayədə hələ ki bir qənaətə gəlməmişəm. Və mən baxıram, çox bu strateji layihələr üzərində işləyən institutların da şərhlərinə baxıram, təhlillərlə tanış oluram. Heç onların özü belə bilmir nə olacaq. Nə Rusiyada, nə Amerikada, nə Avropada müəyyən mülahizələr var. Bir qədər də məsuliyyəti az olan insanlar ki var. Onlar rahatdır, danışırlar ki, bu belə olacaq. Belə olacaq. Məlum olur ki, heç elə də olmur. Hansı ki, bu 4 il müddətində, bu müharibə başladığı müddətdən üzübəriyə, hər il belə mövqelər olub. Hər dəfə deyiblər ki, bu yaz belədir, payız belədir, qış belədir. Olmayanda da bir məsuliyyət daşımır. Yəni, o bir problem görmür öz üçün. Amma açığım mən öz məsuliyyətimi anlayan bir şəxs kimi bilirəm ki, burada məsuliyyətsiz ifadə işlətmənin bir mənası yoxdur. Auditoriyanı, ən azı auditoriyaya hörmət eləmək lazımdır. Auditoriyaya yalan nəyisə deməyin qeyri-etik olduğu qənaətindəyəm. Rusiya-Ukrayna müharibəsinin aqibəti hələ qeyri-müəyyən. Ona görə elə Trump da, Xi Jinping də deyirlər ki, bunlar elə döyüşmək istəyir, qoy döyüşsünlər. Biz də silahımızı verək, buradan qazanaq. Əslində bu idi demək. Və ticarətimizi aparaq, hələ bu il məsələn bir şey eləyə bilməyəcəyik. Qarşıdakı illər görək necə olacaq. İndi bunu demək çətindir və mən demək olar ki, tez-tez biz bu prosesi müzakirə edərək zaten diqqətdə saxlayırıq da. Doğru.
Nəsim bəy, sizin sözünüzə qüvvət olaraq bir şey demək istəyirəm. Məsuliyyət məsələsi ilə bağlı. Azərbaycanda, dünyada da var, amma Azərbaycanda da daha çox bəzi ekspertlər var, ümumiyyətlə həm də politoloqlar var. Danışırlar və heç kim də bunlardan soruşmur ki, bəs keçən dəfə belə deyirdin, bu niyə? Yəni çox rahat danışırlar. Amma çox maraqlı bir şeydir ki, bu adamlar son dövrlər çox maraqlı bir ifadə işlədirlər. Deyirlər ki, tam məsuliyyətimlə deyirəm ki, filan hadisə belə olacaq. Artıq, yəni biri də soruşmur ki, məsuliyyətin nədir burada? Sən xarici işlər naziri misən, səfir misən, prezident misən, kimsən də? Yəni həqiqətən bu sualı o qədər bunlardan sual verən yoxdur ki, indi artıq rahat deyirlər. Deyirlər ki, tam məsuliyyətimlə deyirəm ki, Rusiya filan vaxt dağılır. Biri də soruşmur ki, bu məsuliyyət hardan gəlir? Kim verdi bu məsuliyyəti? Yəni, çox qəribədir. Nəsim bəy, elə daxili məsələdən, politoloqlarımızdan danışmışkən... İranla bağlı da qısaca onu bildirim. İran daxilində əslində proseslər, belə deyək də, iki istiqamətdə cəryan edir. Bir, mühafizəkar qanat mümkün qədər əvvəlki ənənəvi siyasəti qoruyub saxlamaq, mümkün qədər özlərinin ölkə daxilindəki və xaricdəki gücünü yenidən bərpa etmək istəyir. Amma Prezident Pezeşkiyanın liderliyi ilə İranın beynəlxalq siyasətdəki mövqeyinin bərpası üçün islahatların vacibliyi məsələsi var. Bu iki xətt arasında İran daxilində çox ciddi müzakirələr var, hazırlıqlar var. Ona görə İran ölkədən kənarda heç bir aktiv siyasətə müdaxilə etmir hazırda. Çünki o daxildəki belə iki istiqamətli müzakirə var və hər iki tərəf güclüdür. Biri açıq şəkildə xalqdan dəstək alıb yeni seçilmiş prezidentdir, arxasında siyasi güc var. Digəri isə o təməl dövlətin gücün arxasına alıbdır, arxasında dini ideoloji güc var və onun arxasında bir establishment dayanır. Dövlətdə İran dövlətinin iradəsi dayanır. Və xalqın, dediyim kimi, legitim gücü isə Pezeşkiyanın arxasındadır. İran daxilindəki vəziyyətin, mən düşünürəm ki, qarşıdakı yaxın dövr üçün, il və ay demək biraz çətinlik çəkirəm, amma qarşıdakı dövr üçün gün üzünə çıxacaq. Yəni, o qarşıdurma həddi gün üzünə çıxacaqdır. Bu, ola bilsin, bəlkə Xamneyinin ölümü ilə üzə çıxacaq. Ola bilər, bəlkə o ölüm gec baş verirsə, bu hansısa bir formada üzə çıxacaq. Amma İran öz daxili vəziyyətini nizamlamadan, orada aydınlıq yaranmadan İranın doğrudan da beynəlxalq siyasətdə, regional siyasətdə görünməsi hələ çətin olacaq. Nəsim bəy, təbii ki, biz dünyadan danışırıq, amma düzdür, bir dönəm Azərbaycanda ümumiyyətlə daxildə heç bir siyasi bir proses olmadığına görə, açığı indiki proseslər də nə qədər siyasidir bilmirəm, amma bir proseslər olmadığına görə nədənsə çox danışmırdıq. Amma Azərbaycan daxilində də müəyyən proseslər gedir. Yəni, Ramiz Mehdiyev məsələsindən sonra Fəzail Ağamalı məsələsi çıxdı ortalığa. Yəni, Azərbaycanda əslində bir partiyaların nə qədər gülünc, Azərbaycandakı siyasi partiyaların, təşkilatların hansı həddə, hansı səviyyədə olmasının əslində bir təzahürü çıxdı ortalığa. Və təbii ki, yenidən müxalif düşərgə bir-birini ittiham eləməyə başladı. Yəni, çox proseslər gedir. Hər şeyin siz də çox gözəl izləyirsiniz. Ümumiyyətlə, ölkə daxilindəki proseslər nədən qaynaqlanır? Ümumiyyətlə, ölkədə bir siyasi bir canlanma, siyasi bir proseslərin olması ehtimalı varmı? Bir müşahidə edə biləcəyim nəsə? Əslində 44 günlük müharibədən sonra Azərbaycan öz ərazi bütövlüyü və suverenliyin tam bərpa etdikdən sonra cəmiyyətdə belə bir gözlənti var idi ki, bu çətin həm regional, həm də daxili problemi həll etmiş dövlət başçısı eyni zamanda Azərbaycanda mövcud olan digər problemləri də həll edəcək. Azərbaycan birisi müstəqillik əldə etdikdən sonra onun bir neçə nəhəng problemi var idi. Müstəqilliklə bərabər bizə miras qalan problemlər idi. Onun biri Qarabağ problemi idi. Amma bu tək Qarabağ problemi o miras deyildi. Bunun ikincisi əhalimizin sosial-iqtisadi vəziyyəti idi. Yəni biz müstəqillik əldə edəndə əhali çox ağır vəziyyətdə idi, çox gərgin idi.
Ölkədə rüşvət və korrupsiya problemləri idi. Məmur özbaşınalığı idi. Ölkədə demokratik azadlıqlarla bağlı, hüquqlarla bağlı problemlər idi. Yəni, təkcə Qarabağ müharibəsi olsaydı, bu bitdi, hər şey gözəldir deyib, doğrudan da xalqımız tam belə xoşbəxt ola bilərdi. Amma xalqımız o müharibəni həllindən sonra gözləyirdi ki, bu böyük bu gücü əlində tutan və bunu məqsədə doğru aparıb uğurla çatdıran hakimiyyət bunu da edəcək. Ən azı bu problemlərin də həlli ilə bağlı bir konseptual addımlar olacaq, bir islahatlar olacaq. Amma 2023-cü ildə belə deyək də, sentyabr ayında suverenlik bizim tam təmin edildi. Ondan sonra bu gözləntilər özünü doğrultmadı. Əksinə bir qədər mənfi formada doğrultdu. Ondan sonra bir parlament seçkisi oldu. Demək olar ki, həmin o parlament seçkisindən bir 3 gün öncə, 3-4 gün öncə mediada məlumatlar da açıq yayıldı. 125 yerin 125-nə də kimlərin oturacağı siyahı ilə bəlli idi. Yəni, yenə xalqın seçməsinə, xalqın içindən çıxmış adamların parlament təmsilçiliyinə imkan verilmədi. Eyni zamanda prezident seçkilərinin özü də, bəlkə mən deyərəm ki, indiyə qədər keçirilmiş seçkilər arasında ən çox tənqid olunan seçki oldu. Hansı ki, Azərbaycan xalqının böyük əksəriyyəti, yəni bu seçkidə iştirak eləmək istəyənlər. Bizim mən bunu deyəndə müxalifət olan dostlarımız bu məsələ ilə razılaşmaq istəmirlər. Amma gerçək buydu ki, bunlar İlham Əliyevə səs vermək istəyirdi özləri. Bəli. Yəni vətəndaş sanki bir içindəki minnətdarlıq hissin müharibəni udub, suverenliyi həll edib, bunu ifadə etmək üçün bir müstəvi axtarırdı. İndi hər kəs çıxıb ölkə başçısının qarşısına ona deyə bilmir ki, çox sağ ol da bu işi etdin. Bunu seçkidə göstərməyə çalışırdı. O seçkiyə elə bir formada mənfi əl qatdılar ki, və o süni karusellərlə, seçkini yenə saxtalaşdırmaqla, məsələn, real olaraq bir insan gəlib səs verməsi bir 3 dəqiqə çəkir də. 3 dəqiqə bir insanın gəlir, götürür, çəkməsi. Bu da belə ən sürətli halda belədir. Biz indi yaşlı adam var, ora baxır, çətini çəkir, orada götürür. Bülleteni almaq, imzalamaq, kabineye girmək, çıxmaq minimum deyirəm də. Amma elə bir seçki nəticələri oldu ki, məsələn, saat 12-də verilmiş hesabatlara baxırdın, sanki 2 saniyədə bir adam səs verib. Belə ola bilməz. Yəni, belə gözdən salmağa ehtiyac yox idi buna. Zaten müharibədən sonra xalq İlham Əliyevə səs vermək arzusundaydı. Əvvəllər bəlkə istəməyibdi, bəlkə bundan sonra necə olacaq onu deyə bilmirəm. Amma həqiqətən müharibədən sonraki o ilk seçkidə bunu etmək istəyirdi. Amma Mərkəzi Seçki Komissiyası, hansısa qüvvələr sanki bunun qarşısını aldılar ki, bu görüntü olmasın. Yəni, bu gerçək seçki ilə İlham Əliyevin legitim bir prezident olmasına kölgə salmaq istədilər. Bu kimi idi? Bu nə müxalifət deyildi, nə vətəndaş cəmiyyəti deyildi, nə media deyildi, azad media. Bu, həmin o məmur ordusuydu. Bu seçkinin idarəçiləri idi. Həmin o Ramiz Meytevin yaratdığı şəxslər idi. Mən bunu niyə kontekstdən çıxaraq deyirəm? Səğət bəy, əslində görülməli olan vacib işlər var. İstər sosial-iqtisadi sahədə, istər hüquqlarla bağlı. Ölkədə qanunvericilik sisteminin özünün o qanunun aliliyi prizmasından tətbiqi ilə bağlı bir sıra amillər var ki, doğrudan vətəndaşı dövlətdən narazı salır. Bu dövlət hamımızındır. Bu dövlətdə indi hamımıza eyni pay çatmasa da, amma hamımızındır. Bunu uçanda hamımız altında qalırıq. İndi bu gün qurulu vəziyyətdə çoxları bundan yararlanır, eşit içində yaşayır. Amma dağılanda zərbə hamımıza dəyir. Ona görə narahatlıqla bunu ifadə edirik ki, bu mümkün qədər bu bir rasional idarəetmə sisteminə keçsin. İdarəetmə səmərəli olsun. Mən xatırlayıram, ölkə başçısının bir neçə sərəncamları oldu bu sahədə. Məsələn, idarəetmənin səmərəliliyin artırılması ilə bağlı fərmanlar oldu, sərəncamlar oldu.
Amma nəticə dəyişmədi. Məsələn, kadrlar dəyişdi, nəticə dəyişmədi. Və bu onu göstərir ki, cəmiyyət bunu artıq anlayır. Cəmiyyətdə həm bahalaşma var, həm sosial bərabərsizlik var. Və bu getdikcə insanlar arasında müəyyən qədər narazılığı dərinləşdirir. Narazılıq dərinləşdikcə, o sosial qayğılar da üzərinə gəldikcə, ölkədə idarə etmə sisteminin özünün də səmərəliliyi biraz da aşağı düşür. Və hədəfə kim çıxır? Bütün idarə etmənin məsuliyyətini daşıyan bir şəxs çıxır. İndi konstitusiyamızda elə bir normalar müəyyənləşibdir ki, konstitusiyanın 109-cu maddəsində 32 bənddən ibarət səlahiyyətlər hamısı birbaşa prezident institutunun üzərinə qoyulub və bu ölkədə nə baş verirsə, mənfi və müsbət çalarlarda biz gördüyümüz, qarşılaşdığımız hər şeydə yəni istəyən bir şəxs onu dartıb aparıb həmin birinci şəxsə bağlaya bilir rahatlıqla. Və bu əlavə bir yükdür. Məsələn, bugün beynəlxalq siyasət, regional siyasətdə, qlobal layihələrdə ölkə başçısının performansına baxırsan, çox uğurludur. Çox uğurludur. Deyirsən ki, bu doğrudan da gedir, diplomatik bacarığı da yüksəkdir, bu qabiliyyəti də effekt verir. Amma ölkə daxilindəki proseslərə baxanda belə bir qənaət yaranır ki, görəsən bunun hər ikisini eyni adam idarə edir. Eyni mərkəzi, eyni əldən idarə olunur. Axı bunun birində hər şey normal görünür, digərində isə getdikcə pisləşir. Və bu ölkə daxilindəki bu proseslər fonunda müxtəlif, belə deyək, təşəbbüslər var. Müxtəlif addımlar var. Amma bu addımlar, yenə deyirəm, nə müxalifət arasında deyil. Ölkədə siyasi mühit bağlıdır deyə müxalifətin siyasi prosesdə iştirak imkanı yoxdur. Hakimiyyətin özünün yaratdığı mətbəx ki var, bu mətbəxdə baş verir. İndi ölkədə 26 siyasi partiya var. Onun təqribən 3 partiya, belə deyək ki, Yeni Azərbaycan Partiyası, Xalq Cəbhəsi və Müsavat Partiyası. Bu 3 partiya sırf o köklü partiyalardır ki, bunlar özünün tam belə açıq vizyonu var. Qalan 23 siyasi partiyanın, mən heç şübhə eləmirəm ki, 20-si Ramiz Metiyevin yaradıcılıq əsəridir. Bax, bu 23 partiyanın içində də həmin o Fəzail Ağamalı da, balaca partiyalar var. Və bunlar bilirsiniz, əslində dövləti nüfuzdan salır, dövləti gözdən salır. Yəni, Azərbaycan dövləti o qədər məhsul, belə yazıq vəziyyətdədir ki, bunlara möhtac qalır. Axı, bu bir müsbət dividend qazandırmır. Nə hakimiyyətin başında duran şəxsə, nə hakimiyyətin özünə, nə dövlətə. Olmazmı elə gerçək şəkildə 3-5 partiya var, bunlar üçün meydan açmaq lazımdır. Qoy siyasi diskusiyalarla, siyasi debatlarla, siyasi müstəvisi olaraq fəaliyyət göstərsin. Azərbaycan dövlətdə güclü olsun. Yoxsa yalandan bir nəfərdən başqa arxasında adam yoxdur. Partiya kimi qeydə alınıb parlamentdə bir yer verilib. Parlamentdən ona bir 100.000 pul verilir, xərc çəkilir. Və bunlar açığı Azərbaycan dövlətini nüfuzdan salan o köhnə ənənələr ki var, bunlar ortadan qalxmalıdır. Azərbaycan müharibədən sonra necə ki o qalib dövlət kimi xaricdə öz imicini bərpa edib, ölkə daxilində də bunu etməlidir. Qorxu ilə yox, polisin qorxusundan, təhlükəsizlik xidmətinin qorxusundan zaten cəmaət heç nə demir, deyə bilmir. Danışan xaricdəkiləri dinləyirlər, izləyirlər, indi kimsə ona bəyan vurur, yaxud baxır. Bu yanaşma bilirsiniz, qorxu bir an içərisində dağıla bilir. Qorxu bir anda dağıla bilir. O, qorxu üzərində qurulmuş hökmranlıq uzun çəkməz. Onu mütləq nəzərə almaq lazımdır ki, burada rəğbət üzərində, maraq üzərində, sevgi üzərində qurulmalıdır. Legitim olmalıdır bunlar. Mən ümid edirəm ki, hələ o fürsət əldən çıxmıyor. Mən düşünürəm ki, İlham Əliyev müharibəni udmuş bir lider kimi onsuz da Azərbaycan tarixinə düşüb. Məsələn, bir insan niyə özünün tarixdəki o rolunu və yerini
daxili siyasətdəki negativlərlə mənfi olmasında maraqlı ola biləsin. Təbii ki, olmaz da. O da istəyər ki, onun maraqları çərçivəsində yəni xalq rifahlı yaşasın, təhlükəsiz yaşasın, hüquqları təmin olunsun, özbaşınalıqlar olmasın, yəni bərabərlik olsun insanlar arasında. Ən azı qanunlar bərabər tətbiq olunsun. Mən ümumiyyətlə bərabərlik prinsipini nəzərdə tutmuram. Ədalət prinsipi önemlidir. Amma qanun bərabər şamil edilməlidir də. Elton Məmmədov 3 milyon pul oğurlayıb akademiyadan, sonra onu qaytarıb azadlıqdadır. Amma 1000 manat, 2000 manat kiminsə pulunu alıb, sonradan hətta qaytaran adam belə həbsxanadadır. Belə olmur axı. Yəni, niyə Elton Məmmədov elə toxunulmaz olmalıdır? Mən kiminsə həbsinin tərəfdarı deyiləm. Günahı olmayan insanları sən həbsə yığıb, ömrünü orada çürüdürsən, sağlığın əlindən alırsan. Amma gerçək cinayətkarlar çöldə meydan sürüyor. Belə olmur ki. Yəni, bu ədalət prinsipi mütləq nəzərə alınmalıdır. Bunlar təmin olunmalıdır. Mən düşünürəm ki, ölkə başçısı ölkə daxilinə də bu mənada nəzər yetirməlidir. Yəqin ki, yetirəcək. Çünki yetirməsə, bu nüfuz onun nüfuzundan xərclənir. Onun nüfuzundan gedir. Və xalqımız nə qədər belə deyək də, qəhrəman kimi ucaltsa da, istənilən bir şəxsin sabahları büdürəyəndə onun başqa cürdə qiymətini verə bilir. Tarixdə belə hallar çox olur. Bu baxımdan açığı daxili siyasətdə bugün gördüyümüz, bugün daha çox müzakirə olunan mövzular, mən düşünürəm ki, real əsasları var. Real əsasları var. Bu əsaslar istiqamətində real addımları da görsək, əlbəttə bu daha məmnun edici olacaq. Amma hələ ki təəssüf ki görünmür, hələ ki məsələn Ramiz Beytiyev olayını daha çox sanki bir-birinə qarşı, rəqiblərə qarşı, kim-kimdən xoşu gəlmir, onun adını əlavə edərək, güya bunun 50 nəfərlik siyahısı olubdur. Kim-kimdən xoşu gəlmir, adını yazır 50 siyahıya. İndi belə baxanda bəlkə o siyahı ətrafında bir 5000 adamın adı gəlib keçəcək. Belə olmamalıdır da bu proses. Yadıma gəlir, mətbuata təzə gələn vaxtlar idi. Hər seçki dönəmində kölgə kabineti yaradırdıq. Özümüzdən, yəni bəzən heç adam da tapmırdıq yazmağa. Özümüzdən kölgə kabinetlər yaradırdıq. İndi də o 50 sözündən sonra o 50 nəfər kimdirsə, sabahlar istənilən bir adamın adını siyahıya rahatlıqla əlavə eləmək mümkündür. Elədir və açıq deyək ki, bugün Ramiz Beytiyevin əleyhinə danışan, ən sərt danışan adamlar ki var və media tribunaları ki var. Sabahları əgər onlar Ramiz Beytiyevin ən sadiq adamları kimi çıxması məndə təəccüb doğurmaz. Çünki Ramiz Beytiyev təcrübəli adamdır. O, öz tərəfdarlarını tərəddüd etmədən deyə bilər ki, siz məni hamıdan bərk səslə söyün, tənqid edin və kamuflyaj olunun. Çünki onlar siyasəti bilir, idarə etməni bilir. Məsələn, bizim müxalif camiyyədə mübariz insanlar var, sözü birbaşa üzrə deyir, amma siyasət bir qədər fərqlidir. Onlar onu bilir. Onlar tənqid edir, söyür, amma gerçəkdən sonra qazanda bir də görürsən ki, altından özü çıxır. Çıxa bilər. Hansı ki, deyirlər ki, bura müxalifətçilərlə işbirliyinə girib, Ramiz Beytiyev heç vaxt o müxalifətçi ilə işbirliyinə girəcək qədər təcrübəsiz adam deyildi. O, mütləq mənada giribsə əgər, o ən üst səviyyədə olan adamlarla təmasa giribdir. Əgər giribsə. Məsələlər də indi görək ki, istintaq necə aydınlaşdıracaq. Təşəkkür edirəm. Bir dənə bu məsələlərin içərisində mənim üzüldüyüm bir məsələlərdən biri oldu ki, insanlar əvvəllər bu vətənin qabağına bir ana sözünü də əlavə edirdilər də, ana vətən deyirdilər. Amma bu ana vətən partiyasından sonra ümumiyyətlə baxıram, o sözə qarşı da bir allergiya yaranmağa başladı. Niyə belə oldu da yaxşı bilirik hamısını. Deyirəm Təşəkkür edirəm. Bu 26 partiyanın ən azı 23'ünün, 23 yox, yalnız 20'sinin bir 6'sını istisna eləmək olar. Yəqin ki, Ramiz Beytiyevin xeyir duası ilə yaradıb, bu prosesə cəlb eləyiblər və bu məsələlərə son qoyulması vacibdir. Doğru.
Bəli. Təşəkkür edirəm Məsim bəy, minnətdaram vaxt ayırdığınız üçün və bütün suallara ətraflı, geniş şəkildə cavab verdiyiniz üçün. İzləyicilərə təşəkkür edirəm ki, vaxt ayırdılar, bizə baxdılar. Sağ olun, var olun.